Herkese salam. Mən bugün sizə alman dilində olan modal verben, yəni modal feillər haqqında məlumat vermək istəyirəm. Alman dilində 6 modal feil var və mən bugün sadəcə können und möchten, yəni bilmək, bacarmaq və istəmək feilləri haqqında məlumat vermək istəyirəm. Deməli, können modal feili şəxsə görə dəyişməsi, yəni indiki zaman formasını izah edəcəm. Deməli, şəxsə görə dəyişəndə ich kann, du kannst, kan, wir können, ihr könnt, Sie können olur. Və modal feillər köməkçi modal feillərdir. Cümlənin yaranmasına kömək edirlər və können modal feili bilmək, bacarmaq mənasını verdi. Və modal feillərin digər əsas feillərdən fərqləndirən əsas xüsusiyyət ondadır ki, ihdə və erziyesdə bunlarda dəyişmələr eyni qalır. Yəni biz bunlara şəkilçilər əlavə etmirik. Və könnenin istifadə formalarına baxaq. Bacarıq və ya qabiliyyət ifadə etmək üçün kan gut kochen, o çox yaxşı yemək bişirə bilir və yaxud da ki, imkan və ehtimal bildirmək. Es kann morgen regnen, sabah yağış yağa bilər və yaxud da ki, biz onu icazə istəmək yaxud da vermək, kann ich hier sitzen, mən burada otura bilərəm kimi istifadə edə bilərik. Və können modal feilinin präteritum forması var, keçmiş zaman forması və bu kökündən dəyişir. Ich konnte, du konntest, er sie konnte, wir konnten, ihr konntet, sie konnten olur. Və burada da ihdə və erziyesdə bizim feilimiz eyni formasında qalır. Ich konnte gestern nicht kommen, mən dünən gələ bilmədim və yaxud da ki, konnte sehr gut schwimmen, o çox yaxşı üzə bilirdi. Və möhtə modal feili istək, arzu bildirmək üçün istifadə olunur. Wollen feilin daha nəzakətli formasıdır. Adətən təkliflərdə, sifariş verməkdə və xahişlərdə istifadə olunur. Şəxsə görə dəyişməsi ich möchte, du möchtest, er sie möchte, wir möchten, ihr möchtet, sie möchten olur. Möchtest du Wasser? Su istəyirsən və yaxud da ki, meine Eltern möchten nächstes Jahr nach Deutschland reisen. Mənim valideynlərim gələn il Almaniya getmək istəyir və yaxud da ki, sie meinte, sie möchte in Zukunft im Ausland arbeiten. O düşünür ki, o gələcəkdə xaricdə işləmək istəyir. Və möhtənin feilinin digər modal feillərdən fərqləndirən xüsusiyyəti ondadır ki, burada biz cümlədə feili, əsas feili istifadə edə bilərik, istifadə etməyə də bilərik. Məsələn, möchtest du Wasser, su istəyirsən və yaxud da möchtest du Wasser trinken, su içmək istəyirsən kimi cümlələrdə istifadə edə bilərik. Və indi isə qısa müqayisə, können feili bacarmaq edə bilmək, möhtən isə istəmək, nəzakətli istifadə olunur. Və əlavə nüanslar ondadır ki, können daha çox bilik, bacarıq və imkan bildirir. Möhtən isə arzunu, istəyi bildirir və nəzakətli formadır. Deməli, unutmayaq ki, modal feillər, können, möhtən və yaxud da digər 4 modal feilimiz əsas feillə birgə işlənəndə əsas feil cümlənin sonuna gedir. Yəni, məsdər formasında, öz formasında olduğu kimi qalır. Məsələn, ich kann gut tanzen. Tanzen feili rəqs etməkdir. Mən çox yaxşı rəqs edə bilirəm. Biz tanzen feilini keçirdik cümlənin sonuna və yaxud da ich möchte schlafen. Schlafen də yatmaq feilidir və bu da əsas feil kimi keçir cümlənin sonuna. Yəni, können, möhtən cümlənin yaranmasına adından da bəlli olduğu kimi kömək edirlər. Yəni, köməkçi feillərdir. Bizim modal feillərimiz şəxsə görə dəyişir. Əsas feillərimiz cümlənin sonuna keçir, öz formalarını qoruyub saxlayırlar. Hələlik.